Azərbaycanın başına gələn bütün bəlaların başında İlham Əliyev durur. İlham Əliyev hakimiyyəti durur. İlham Əliyev hakimiyyəti Azərbaycan xalqına Azərbaycanda xoş gün göstərmiş olsaydı, ən azından onları işlə təmin eləmiş olsaydı, ən azından bunların pensiyalarını, uşaq pullarını vaxtı-vaxtında vermiş olsaydı, ən azından bunları sığortalamış olsaydı, bizim millətimiz xaricə ora-bura axışıb getməzdi. Azərbaycanda söz azadlığı yoxdur. Azərbaycanda insanlara qarşı elə bir terror başlayıb. Mən başa düşə bilmirəm, İlham Əliyev hara baxırsan? İlham Əliyev bütün günü deyir, mən. 2003-cü ildə Azərbaycanı güya çiçəkləndirib. Belə çıxır ki, səndən qabaq aton işləməyib, 10 il sənin aton olub da orada. Belə çıxır ki, sən Heydər Əliyevə müxalifsən. Belə çıxır ki, Heydər Əliyev zəif prezident olub. Və əgər zəif prezident olubsa, niyə görə hər yerdə Heydər Əliyev, ulu öndər, Heydər Əliyev belə elə? Cənab İlham Əliyev, yetər dayı. İnsanlarla az məsələn, insanları az yorğunan. Bu insanlar görün nə gündədir ki, başımızın üstündən raketlər uçur, Azərbaycana qayıtmaq istəmirik. Çünki Azərbaycana gəlib neyniyəcək? Azərbaycanda bir nəfərin 40 dənə vəzifəsi var, amma 40 nəfərin bir vəzifəsi yoxdur. Bu nə olan şeydir? Niyə görə Azərbaycanda yalnız dövlətlilər yaşamalıdır? Niyə görə Azərbaycanda kasıblara gün yoxdur? Niyə görə Azərbaycan balaları əziyyət çəkməlidir? Utanmırsan, cənab prezident? Mən sənin yerində utanıram. Azərbaycanlıların görün necə hörmət qoymusan ki, Azərbaycanlılar xaricdə öldürülür, zülümlərə məruz qalır. Çünki onlar bir parça çörək üçün gedirlər ora, bir parça çörək istəyirlər ki, balalarına, ailələrinə gətirsən. Sən neynirsən? O vaxt samolotu partlatdılar, samolota elə yalandan dedin ki, üzr istəyin. Heç biri nə üzr istədi, nə də kompensasiya dedi. Nə artistikdir bunların hamısı, nə qədər artistik ola bilər ki? Yetər axı. Danışanda onu bunu bəyənmirsən. Allaha and olsun, sən özün və öz ailəndən, öz ətrafından başqa heç kimə sən insanlıq eləmirsən, cənab prezident. Cənab deyirəm, hələ ki prezidentimsən. Hələ ki məcburam onu deməyə. Amma ki, sənin yanındakı yaltaqlar var, haçan ki, sənin atın gəldi birinci dəfə parlament iclasına, təsəvvürə gətirin ki, bəlkə cavanların yadında deyil, çünki bütün videoları da siliblər, təpi ilə qarşıladılar. Həmin o təpik vuran şəxslər indi yaltaqlanır, az qalır, ayaqlarından öpsün. Sabahları sən gedəndə səni də təpi ilə qarşılayacaqlar, səni də belə eləyəcək. Bəsdir də, yetər də. Niyə görə Azərsel ucur, Baksel ucur, nə bilim, ərzaqların hamısı, nə ərzaqlar gətizdirirsən, elə mənəm, bütün günü tirpaşlıq eləyib özü, nə qədər mənəmlə yiyəcəksən ki, yetər artıq. İnsanlara rahatlıq verginən. İranda vəziyyət elə oldu, Rusu ermənini iti qurdu, bıraxdın Astara sərhədindən. Amma Rusiyada vəziyyət elə olanda bir nəfər Azərbaycanı sən Azərbaycana buraxmadın, qaçmaq istədilər, qaça bilmədilər. Sən bu xalqın düşmənisən, nə istəyirsən bizim millətdən? Əl çək də. Ay yığdığı yığmısan, qardaş, çıx get də. Biz də vətənimizi istəyirik, biz də gəlmək istəyirik, biz də istəyirik vətənimizdə olaq. Orada burada niyə biz pul qazanmalıyıq? Niyə görə biz ora-bura səpələnməliyik? Allah'uz olsun. Ona görə də 3 balının 3'ü insanların qarğışına elə bir bütün günü qarğış eləyirlər o 3 balığa. Çünki 3'ündə bir balanın ağlı yoxdur. 3'ü bir-birindən ağılsızdır. Bax ona görədir. Ona görə Allah sizə o boyda dərd verib. Tüpürüm mən o milyonlara ki, mənim balam hel olacaq. Sənin balalarına baxanda mənim sənə yazığım gəlir. Yetər artıq. Onlar üçün bizi xərcləməklə, onlar üçün bizi pis günə qoymaqla. Ayıbdır sənə.